Salamlayıram hər birinizi. Əlimdə gördüyünüz bitki çoban dəyənəyi bitkisidir. Bitkimiz yolotu və su biberi bitkisinin yaxın əqrabasıdır. Elmi latın adı Polygonum avicularedir. Bitkimizin faydalarını qısa olaraq sıralasaq, yüngül damar büzücü, ishala qarşı, qarın ağrısına qarşı, yaraların sağalmasını sürətləndirici, bəlğəm gətirici, sinə yumşaldıcı, diş, ağız, boğaz iltihabına qarşı, öskürək və bronxitə qarşı faydalı olduğu bilinməkdədir. Silisik asid dəyəri yüksək bir bitkidir. Düzdür, qatır quyruğu qədər olmasa da, amma yetərli dərəcədə silisik asid bazası var. Demək, dəri elastikliyi, saç, dırnaq sağlamlığında faydalıdır. Damarların divarlarını gücləndirici, kollagen və elastin sintezini dəstəkləyici bir bitkidir. Eləcə də oynacaqların, iç orqanların, ağciyər daxil hamısının sağlamlığında böyük rolu var. Qadınlarda yenə uşaqlıq divarlarının sağlamlığında da çox faydalı bitkilərdəndir. Bitkimizin beynəlxalq səviyyədə qorunan mərkəzi tibb kitabxanasında 94 rəsmi klinik araşdırmaları qeydə alınmışdır. Bu araşdırmaların demək içərisində 2011, 2014 və 2017-ci illərdə xərçənglə bağlı araşdırmaları da var. Demək, bitkimizin xərçəngli hüceyrələrdə apoptozu dəstəklədiyi rəsmi olaraq təsdiqlənmişdir. Gözəl bitkilərdən biri.